Mhm. What's your name? My name is İnci. Mhm. What is your last name? Bağırova. Mhm. Okay. How old are you? I am 6. Oh, 10. Mhm. 11 yoxsa 10 yaşın var? 11 dedin sanki. Onam hələ, yəni 11-ə hələ keçməmişəm. Okay. Okay. Do you have a sister or brother? I have a sister and brother. One sister, brother, or no? Yes. Okay. Where do you live in? What? Where do you live in? Müəllimə, o nə deməkdir ki? Harada yaşayırsan? Live. Mən necə cavab verməliyəm ona? I live in yaşadığın yer. I live in Baku. Okay. And what is your favorite subject? Məndən soruşursunuz ki, ən sevdiyiniz ad? Fen. Subject. Fen. Math. Math. Riyaziyyat. Math. Yes. Okay. And other subjects, English as the Azerbaijan language, biology. And English. Yes. Okay. Do you like Alva Marathon? Necə? Do you like Alva Marathon English lesson? Marathon nə deməkdir? Elə marafon, yəni bildiyiniz kimi qrupdan adı yazılıb marafon. Marafon. Yəni hal-hazırda keçirik məlumatlar atıram. Ruhiyyə xanım, üzr istəyirəm Ruhəngiz xanım, üzr istəyirəm mövzunuzu kəsdim. Marafon haqqında bir daha yenidən məlumat verə bilərsiniz? Qısa konkret müddəti, saatı filan. Yəni Arzu xanım və yaxud Sevinç xanım yenidən eşitsinlər. Yaxşı. Marafonumuzun müddəti 1 ay idi. Yəni dekabrın 20-sindən başlamışıq biz. Hal-hazırda yanvarın 20-sində bitəsidir. Göründüyü kimi qrupa məlumatlar, listeninglər atıram, mahnılar atıram, onun sözlərini atıram, deyimlər, sözlər, gündəlik ifadələri atıram ki, hər kəs məlumatlı olsun və qərara gəldim ki, ən az həftədə bir dəfə speaking dərsimiz olsun, 40 dəqiqədə olsa ki, faydası dəysin, yəni qrupdakı olan məlumatların da digər qrup üzvlərinə. Müəllimə, sizin verdiyiniz tapşırıqları biz yazmalıyıq da dəftərlərə. Təbii ki. Bəli. Öyrəndiyim mövzular var. Məsələn, digər üzvlər də məsələn hansı mövzular öyrənə bilibdilər? Atdıqlarımdan məlumat varmı? Bölgüləri öyrənmişəm. Bəs hava məlumatı, the weather. Hava məlumatı? Hava ilə bağlı. Onu öyrənə bilməmişəm müəllimə. Mən bilmirdim bugün olacağını. Mən bugün tapşırıqları yazıb, sabahda şeylər öyrənəcəkdim. Gələn dəfə öyrənəcəm hamısını. Əla. Bəs to be ilə zamanlarla bağlı nə bilirsən? To be falan bilirəm onları. Ruhəngiz xanım, mən bir də üzr istəyirəm, sözünüzü kəsirəm, çox-çox üzr istəyirəm. Bir şey bilindirmək istəyirəm. Bəzi xanımlar yeni qoşulub chat bölməsinə də yazdılar. Sonra bu İnci xanım da, Sevinç xanım da bildirdilər. Yeni məlumatları oldu. Ona görə sözdür, qrupdakı tapşırıqların bəzilərindən xəbərləri yoxdur. Yəni ona görə ancaq bu gün nə göndərmisinizsə onlardan xəbərləri var. Bəli, müəllimə. Əvvəl artıqlarımı göndərərəm. Yes. Əvvəl artıqlarımı da göndərərəm ki, məlumatları olsun. Başqa kimsə danışmaq istəyir? Salam müəllimə, hər vaxtınız xeyir olsun. Salam, sizin də hər vaxtınız xeyir olsun. Mən İncinin anası Sevinç. Şad oldum.
Yaşım çoxdur. O vaxtda hələ oxumamışam. İndi istəyirəm ki, ingilis dilində məlumatlar alım, az da olsa özümü idarə edə bilim. Nə gözəl. Yaşınız elə də çox görünmür, narahat olmayın. İnşallah ki, sizdən faydalanacağam. Çox sevindim. Allah qoysun bir qız Amin. istifadə edəcəm. Prosto indi evdə deyəm deyə uşaqların yanında deyiləm. Narahat olmayın. Bizə də xoşdur. Ailəli. Xoş gəlmisiniz. Çox sağ olun, Əzizim. Təşəkkür edirəm. Başqa heç kimin danışmaq istəmirsə, yəni speaking olsun, əlavə sualı yoxdursa, mən zamanlardan bir neçəsini izah edeyim ki, bəziləri məlumat olsun, yəni inciyə də təkrar olsun, digər üzvlər də məlumatlansın. Yoxdursa, o zaman mən ekran kaydını başladım. İzaha keçim. Olar mı bizim rəhbərimiz? Bəli, bəli, estağfurullah, dərs sizindir, problem yoxdur. Mən ekran kaydını edirəm, siz slaytları göstərməyə keçə bilərsiniz. Heç bir problem yoxdur, dərs sizindir. Mən sadəcə arada bir kursun idarəsi kimi arada bəzi problemli yerləri bildirmək istədim. Müəllimə, qurban sizə, bu ekran kaydı olub bizə göndəriləcək. Biz oradan yenidən təkrar olaraq baxaq. Bəli, bəli, mən dünən sizə göndərdiyim YouTube kanalı yenidən göndərdim. Siz dediniz ki, format olub, yenidən göndərdim. Orada hər bir şey, necə deyim, hər bir şey olacaq. Danışılan söhbətlərdir, sual-cavablardır, ekran slaytlardır, hər bir şey orada dərs-bədərs yerləşdiriləcək. Bu Zoom'da ekran kaydını, yəni bir dəqiqə görüm, bilirdim onu aslında. Sizdə telefondur, yoxsa kompüterdir? Telefon. Orada yaşıl kvadratın içində ox var, paylaş yeri. Orada. Gördüm. Aha. Gördüm. Bir dəqiqə. Aha. Hər kəsə görünür ekran. Bəli, məndə görünür. O zaman bugünkü dersimiz olsun to be'nin formalarından biri olan am, is, are. Am, is, are'ın formaca necə deyim sizə? Həm am, is, are'dan sonra isim gələrsə, hərəkət yoxdursa, isim gələrsə biz onu ing-siz verərik. Yəni yəqin ki inci bilir, ing-siz olar. Məsələn, I am a student deyirik də, studying demirik. Əgər əmizardan sonra hərəkət gələrsə, hərəkət bildirən feil, o zaman biz ona ing verərik, ing feili. Məsələn, I am going, mən gedirəm. Yəni, davam edici zaman, hal-hazırda. İsim yox, feil gəldiyinə görə biz ona ing şəkilsi artırdıq. Gəlin, hələ ki, bunun ing-siz formasından danışaq. Məsələn, bu ortadakı qız özünü təqdim edir. My name is Lisa. Mənim adım Liza'dım. I am American. Mən Amerikalıyam. I am from Chicago. Chicago'danam. Gördüyümüz kimi əmdən sonra hərəkət yoxdur deyə ing-siz cümləmiz, ing-siz söz gəldi. I am a student. Mən tələbəyəm. My father is a doctor and my mother is a journalist. I am not married. My favorite color is blue. Mənim sevdiyim rəng mavidir. My favorite sports are football and swimming. I am interested in art. Bu belə. Yəni, bu to be'nin formasıdır. Gəlin görək I-la, is-la, are-la nələr işlənir. Am sadəcə I-la işlənir. I am, yəni mən. Təklərlə isə he, she, it işlənir. Is-la. We, you, they. Cəm formalarındansa are işlənir. Deməli necə oldu? I-la am işləndi. He, she, it ilə is işləndi. We, you, they ilə isə are işləndi. Gəlin bunun inkar formasına baxaq ki, inkar forması necə düzəlir. Sadəcə I am-dan sonra not işlədirik. I am not. He is not. We are not və s.
İnkarımızı bildirmək üçün, yəni negative sentence düzəltmək üçün əmdən sonra not istəciyi, inkar istədiciyi işlədirik. Sonra İnci, bu cümləmizi oxuyub tərcümə edə bilərsən bizə zəhmət olmazsa? Biraz hamımız iştirak edək. Birinci cümlə I am cold. Nə deməkdir I am? I am cold. Mən coldam. Üşüyürəm. Daha doğrusu mən üşüyürəm. Can you close the window please? Deyir ki, pəncərəni bağlaya bilərsiniz, zəhmət olmasa. Zəhmət olmasa pəncərəni bağlaya bilərsiniz. And second sentences. İkinci cümlə. Digərini. I am 32 necə oxuya bilərik müəllimə? 32. 32 years old. My sister is onu necə oxumaq olar? 29. 29. Mənim 32 yaşım var. Mənim bacımın 29. Hamısını oxuyaq. My brother is very tall. Mənim qardaşım uzundur. He policeman. O polisdir. Okay. John is afraid of dogs. John'un əvvəl itlə afraid nə deməkdir? Afraid of qorxmaq. İtdən qorxur. Is 10 o'clock. You are late again. Deyir ki, saat 10'dur. Late again. Late nə deməkdir müəllimə? Gecikmək. Mən gecikirəm. Sən gecikirsən. Sən yenə gecikirsən. Baxın, digər cümlədə and I are yazılıb. Deyərək ki, müəllim, axı I ilə əm işlənir. Bu arın burada nə işi var? Baxırıq ki, aydan əvvəl başqa bir şəxs, başqa bir mübtədə var və burada 2 nəfərdən söhbət getdiyinə görə biz ayın qabağına ar qoyuruq ki, qrammatik qaydamız düzgün olmuş olsun. Yəni testlərdə harısı qarşınıza çıxsa bu doğrudur. Yox, əgər burada ən olmasaydı, I are yanlış olardı. Biz sadəcə ora əm qoymalıydıq. Bəli, çünki mənim 2 nəfərdən söhbət gedir, cəmdədir. And I are good friends. Ən və mən yaxşı dostlarıq. You keys are on the table. Keys açarlar stolun üstündədir. Bəli, sənin açarların stolun üstündədir. Bu qıza baxaraq özün haqqında məlumat verə bilərsən? Zəhmət olmasa. My name is Inci. I am 10. I am Azerbaijan. I am from Azerbaijan olmalıdır. I am Azərbaycanyan. I am from Chicago. Orada şəhər adı gedir. Yəni Chicago şəhəri, ştat kimi. I am a student. Sorry. Merrick ora nə yazılıb görürəm. Sən ora heç nə deyə bilməzsən də, çünki uşaqsan, o hissəni çıxaq oradan. Bəli, orada da elə deyir ki, mən evli deyiləm. My favorite color is çox rənglər sevirəm mən. Elə blue deyə bilərəm. Pink. My favorite sport are basketball. Okay. Belə. And art. Mənim orada deyir ki, mən bölümdə olmaq istəyirəm. Yox, interaktiv maraqlanmaq, hansısa bir sahə ilə ilgilənmək. Elə çox vaxt boş zamanlarımda art. I am interested in art. Əla, thank you. Başqa kiminsə sualı var bu mövzu haqqında? Yəni anladı hər kəs izar, nədə istifadə edirik, yəni
ING-siz olaraq özümüzü təqdim edərkən istifadə edirik. Belə. Gəl 1.2-yə bir nəzər salaq. Am, is, are. Hansını istifadə edərik burada? İnci və s. digər üzvlərdə iştirak edə bilərlər. I var deyə am olmalıdır. I am not trade. İkinciden this bag is olmalıdır. O birisinde bags var. Cəmdə deyə are olmalıdır. Bəli. Digərində luxury is olmalıdır. Orada my brother and I are olmalıdır. Çünkü siz demiştiniz. Bəli. And is olmalıdır. Is at home. Her children. Orada ne olmalıdır? Children is at school. Hə, uşaqlar deyə are olmalıdır. Bəli. Orada I var deyə am olmalıdır. I am a taxi driver. My sister is olmalıdır. Bəli, my sister is. Thank you. Sonra keçək bunun present continuous versiyasına. Yəni ING-li. Özündən sonra feil gələn versiyasına. Gəlin görək am, is, are, ING nə deməkdir? Əgər hansısa hərəkəti biz indi ediriksə, hal-hazırki zamanda, yəni adından gördüyün kimi present continuous, indiki davam edici zaman. Hal-hazırda mən dərsdəyəmsə, onu indiki zamanda, davam edici zamanda verirəm. Hal-hazırda mən çay içirəmsə, deyirəm ki, I am drinking tea. Mən çay içirəm. Çünki hal-hazırda məşğul olduğum iş odur. Şəkildən baxaq. She is eating. O yemək yeyir. Yəni yemək yeməyə davam edir. Və yaxud da she is not reading. O oxumur. Yəni hal-hazırda başqa işlə məşğuldur. It is raining. Yağış yağır. Yəni yağış yağmağa davam edir. The sun isn't shining. Yəni yağış yağdığına görə günəş parlamır. Yoxdur. Hal-hazırda davam edir yağış. They are running. Onlar qaçırlar. Yəni hal-hazırda etdikləri hərəkət qaçmaqdır. They are not walking. Onlar gəzmirlər. Çünki hal-hazırda qaçırlar. Bu oldu bizim davam edici zamanımız. Yenə də to be-də olduğu kimi I am, aynen am, ing-li feil. He, she, it, islə ing-li feil. We, you, they, are-la yenə ing-li feil işlənəcək. Məsələn, I am working. Mən işləyirəm hal-hazırda. Chris is writing a letter. Chris məktub yazır. She is not eating. O yemək yemir. The phone is ringing. Telefon zəng çalır. We are having dinner. Biz nahar edirik. You are not listening to me. Sən məni dinləmirsən. The children are doing their homework. Uşaqlar ev tapşırıqlarını edirlər. Doing, edir. Deyirsiniz ki, axı do-dan feili var. O köməkçi feil kimidir. Amma əsas feil kimi köməkçi feildən sonra işlənir. Bu belə. Baxaq digərlərimizə. Şəklə baxaraq inci necə izah verə bilərsən? Bu şəkildə qız neynir? Bunu ing-yə çevirək, hal-hazırki zamana. Neçədə? Bu şəkildə. Burada 3-3. Orada 3-3. Birincidə 3.1-də 3.3. 3.3. Mən onu görmürəm. Aha, gördüm. Deyəcəm də. Orada she on the floor sitting. No, cümlə olduğu kimi mörtəzədə qalır. Sadəcə biz sitə ing əlavə edəcək. She is sitting on the floor. Reading olacaq. Reading a book. Bəli.
uh, playing the piano, laughing, burada mənim necə Laughing. oxumaq lazımdır onu? Laughing. Laughing in olacaq. Wearing a hat, writing a Writing. writing a letter. Normal olaraq ing-li formasıdır. Amma şəkildə necə istədiyini mən izah edəcəm. Şəkildə qız nə edirsə zamanı ona uyğunlaşdırmalıyam. Qız oturduğuna görə deyirəm ki, she is sitting on the floor. Baxıram ki, kitab oxumur. She is not reading a book deyirəm. Və piano çalmadığına görə deyirəm ki, she is not playing the piano. Baxıram ki, gülür. Yazıram ki, she is laughing. Hat yəni şlyapa deməkdir. Baxaq. She is wearing a hat. Məktub yazmadığına görə isə yazırıq ki, bayaqda to be izah elədim ki, inkarım verərkən köməkçi feildən sonra not hissəciyi artırırıq. She is not writing a letter. Yəni inkarda da olsa ing olduğu kimi yerində qalır. Bu da bizim olduğu to be'miz və ing'li present continuous zamanımız. Anlamadığınız nəsə var? Yəni əlavə sual, bir şeylər. Məsələn, bu exercise 4.1, 4.2 bunları evə verəcəm və qrupa atacağım. Ümidvaram ki, hər kəs edər. Keçək digər zamanımıza. Burada do does'dan söhbət gedir. Əslində present simple indiki sadə zaman. İndiki sadə zaman haqqında kimin məlumatı var? Mənim biraz var. Gəlin görək indiki sadə zamanımız nədir? Burada do yazılıb. Do, bir də does'ımız var. Əgər siz bir şeyi ümumiyyətlə sevirsinizsə, ümumiyyətlə, məsələn, İnci və yaxud da Arzu çiyələyi xoşlayır. Mən onu indiki davam edici zamanda verə bilmərəm. Verə bilmərik daha doğrusu. She is liking strawberry deyə bilmərik. Axı o onu ümumiyyətlə sevir. Ona görə üçüncü şəxsin təkində görürük ki, he, she, itdə feilimiz nə qəbul edib? S şəkildə qəbul edibdir. Biz deyirik ki, İnci likes strawberry. Vəssalam. İnci çiyələyi sevir. Arzu likes listen to music. Arzu musiqi dinləməyi xoşlayır. Yəni, əgər he, she, it, yəni tək şəxsə aid olan bir şey varsa sadə zamanda feilimizə s artırırıq. Digər şəxslərdə isə feillər olduğu kimi qalır. Yəni, s heç bir şey artırmırıq. Deyərik ki, məsələn, mən özümdən deyim, I like ice cream. Mən dondurma xoşlayıram. I like reading book. Kitab oxumağı sevirəm. Like'ımızda heç bir dəyişiklik olmadı. Deyirsiniz ki, müəllim, niyə reading dedin? Çünki like-dan sonra ingli feil gələr. I like reading book. Heç bir şey artırmadıq like-a. Çünki genel zamandır bu, ümumi zamandır. Hər kəs ümumi olaraq nəyi sevirsə, present simple verərik. Məsələn, nümunələrə baxaq. Bu insanın bir şeyi xoşladığına da aiddir. Məsələn, günəşin, yer kürəsinin günəş ətrafında dövr etməsi, adət halın almış hərəkətləri. Məsələn, insanlar 9-dan 6-ya kimi işləyirsə, bu adət halın almış hərəkətdir. Yəni, present simple'dır bu. Məsələn, for example, the shops open at 9 o'clock and close at 5:30. Mağazalar 9-da açılır və 6-nın yarısı bağlanır. Müəllimə, sözünüzü
Sözünüzü balla kəsirəm, amma üzürlü hesab eləyin. Dərsimizin bitməsinə 10 dəqiqə qalıb. Burada ekran xatırlatması gəldi. İstəyirsiniz yavaş-yavaş toparlayın, ya da ki indi baxın da necə Problem edirsiniz. deyil. Problem deyil. Bunu izah edeyim, bitiririm. Yəni 2 zaman keçməliydim. Bugün herhalde dedim bəzi insanlar faydalansın. Aha, bəli. Məsələn, digərdə var teamworks. Niyə deyirsiniz ki, works birdən elə bilərsiniz cəm şəkilçisidir? Xeyr. Bu timə aid, üçüncü şəxsin təkinə aid olduğuna görə work-ə S artırmışıq. Team deyir, işi çox çətindir, yəni çətin işləyir. He starts at 7:30 and finishes at 8 o'clock in the evening. Onun işi deyir 8-in yarısı başlayır. Starts, S artırmışıq. Finish sözünə də S artırmışıq. Çünki adət halının alıbdır. İşi axşam 8-də bitir. Finish. Sonra the earth goes round the sun. Yer kürəsi günəş ətrafında dövr edir. Çünki adət halın alıbdır. We do a lot of different things in our free time. Digər cəm şəxslərdə isə we, you, they-də isə feylə heç bir şey artırmırıq. Yəni S artırmırıq, olduğu kimi qalır. Burada da deyir ki, biz boş vaxtlarımızda çoxlu fərqli şeylər edirik. Və sadə zamanımızla nə işlədə bilərik? Bəli. Ruhiyyə müəllimə İnci xanımın da sözü var idi, sualı var idi. Zəhmət olmasa. Bəli. Müəllimə, siz orada dediniz ya, əgər ki bu şey dövr edirsə ona S artırırıq. Bəs müəllimə, biz onu hardan biləcəyik? Cəmdir, yoxsa davam edicidir? Axı deyirik, yer günəş ətrafında dövr edir. Round yazıb orada. Nə zaman görsən... Nəyə görə? Çünki həmişə yer günəş ətrafında dövr edir. Yəni, davam edici zamanda deyil ki, bu sadəcə dövr edir. Adət halını alıb artıq. Şərqdən çıxıb qərbdən batmağı da, yəni adət halını almış bir hərəkətdir. Ona görə goes olacaq. Yəni, feillərin cəm forması olmur. Keçmişi olur, gələcəyi olur, indikisi olur. Yəni belə. İsimlərin cəmi olar. Mən bir də heşi itdə şey olur da, ancaq davam edici olur. O birislərdə dudu da elə. Bu davam edici zaman deyil ki, sadəcə S artırırıq biz üçüncü şəxsin təkində feillərə. Present simple-da. Bəli. Sadə zamanımızla nələr işlənir? Hansı zaman zərfləri işlənir? Always, never, often, sometimes, usually. Bunları siz testlərdə və yaxud da summativləriniz olsun, KSG, BSG olsun görsəniz, bu present simple aid. Yəni bunlardan sonra present simple zaman gələcək. Yəni testlərdə deyirsiniz ki, müəllim zamanlar çətindir, belədir, elədir, amma siz bunları zaman zərfindən də seçə bilərsiniz. Məsələn, deyək ki, yesterday, dünən sözü. Yesterday dünən, yəni keçmişdir, olub bitibsə, ora keçmiş zaman qoyuruq. Həmişə deyirik, tez-tez deyirik, adətən deyiriksə, deməli bu sadə zamanda adət halını almış bir hərəkətdir. Aydın oldu? Başqa sual olan var? Xeyr, müəllimə, bir də bu şeyləri ata bilərsiniz. Tapşırıqları atanda qaydalar da ata bilərsiniz, dəftərə qısa notlarla yazaq. Mən o Ruhəngiz xanımın qaydaları göndərəcək yeni qrup yaradacağım. Onu biz Sevdə xanımla danışdıq. Yəni ki, valideyninizlə danışdıq. Biz onu ayrıca bir qrup olaraq yaradıb, ancaq təlimə qoşulanlar üçün ayrı həm təlim materiallarını, orada qaydaları, ev tapşırıqlarını yazacaq, həm yazacaq daha doğrusu Ruhəngiz xanım, həm də ki təlimin videosunu göndərəcəyik. Çünki o bir dərsdə iştirak etməyənlərlə dərsdə iştirak edənlər artıq hər ikisi videoya baxdıqda artıq ədalətsizlik sayılacaq deyə mən orada yeni qrup yaradacağam və sizlər də mənə salam yazarsınız, ora əlavə eləyərəm sizi. Oldu, yaxşı. Belə.
Bugünkü dərsimiz də bu qədər. Ümidvaram ki, hər kəs üçün faydalı oldu. Yəni faydalana bildiniz. Bacardığım qədər bildiklərimi sizinlə paylaşmaq istədim. Qoşulduğunuz üçün də təşəkkür edirəm. Çox sağ olun Ruhəngiz xanım, biz sizə təşəkkür eləyirik. İnşallah gecəniz xeyrə qalsın. İnşallah təlimimiz hər kəs üçün xeyirli olmuş oldu. İnşallah. O zaman mənzumu bağlayayım da, əlavə bir sualınız, fikriniz, bir deyəcəyiniz yoxdursa Xeyr. bağlayayım. Xeyr, təşəkkür, sağ olun. Çox sağ olun. İnci xanım, bəs sizin deyəcəyiniz bir şey var? Xeyr müəllimlər, çox sağ olun. Siz də sağ olun. Onda gecəniz xeyrə qalsın, mənzumu bağlayıram. Xeyr, yaxşı.